Bəzən gün uzun olur. Saatlar keçir, işlər bitmir. Yorğunluq sadəcə bədəndə deyil, düşüncələrdə də hiss olunur. Bəzən sadəcə dayanmaq istəyirsən. Bir anlıq hər şeydən uzaqlaşmaq. Amma sonra kiçik bir şey diqqətini çəkir. Bir şəkil. Sadəcə bir şəkil. Amma o şəkil sadəcə bir xatirə deyil. O şəkil birlikdə gülən insanlar deməkdir. O şəkil səni anlayan insanlar deməkdir. O şəkil tək olmadığını xatırladan bir hissdir. Çünki bu yol tək gedilən yol deyil. Hər yorğun anda yanında olan bir güc var. Hər çətin anda səni anlayan insanlar var. Hər uğurun arxasında görünməyən bir birlik var. Biz sadəcə eyni ofisi paylaşmırıq. Biz eyni məqsədi paylaşırıq. Eyni inamı, eyni yolu. Və bəzən sadəcə bir baxış kifayətdir. Niyə başladığını xatırlamaq üçün. Çünki bizim gücümüz birlikdə olmağımızdır. Biz bir kollektivik. Biz bir komandayıq. Biz bir ailəyik. Nurlan Hanım gelirsiniz. Bəli, tədbirdə görüşərik. Bəli, xoş gəldiniz.
məhəbbəti yaşadağım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadağım. Üstümüzden keçti külək, üstümüzden keçti külək, şən zarafat şirin kələk. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban Jingle bell, jingle bell, jingle bell rock. Jingle bells swing and jingle bells ring. Snowing and blowing. Yaşında olsaydı, kulak görünmezdi. Karşımda ne yaşı ki bu yaşında bu hayat tersinlere. Geri kalkmak istemiyorum çünkü bu ömrü yeniden yaşamak. Bitireceğim. Yoksa bakrak gözlere, gözlere. Ben başlayayım. İftar süfrəsini görməyə həqiqətən çox vaxtı. أشهد أن لا إله إلا الله. Mənim sənə məndə olmağım, mənim başlıca olmağıma, sənin mənə ərəb olmağın, mənim fəxr etməyənə kifayət. Sən mənim istədiyin kimsən, elə isə məni istədiyin kimi. Ən əsas üç şeylə ağlımız, sağlamlığımız və ruzimizlə imtihan eləməsin. Bu həyatdan nələrin mümkün olduğunu göstərən ən gözəl möcüzə sənəcək. Mən hər zaman sənin arxandayam, səninlə fəxr edirəm. Böyük gözəl bir xanım olsan da, mənim üçün hələ də balaca sevincimsən. Don't want a lot for Christmas. There is just one thing I need.
bushels of fun. Now the jingle hop has begun. Jingle bell, jingle bell, jingle bell. Maşallah olsun. O kadar yani güzel nəticə aldıq. O kadar sevindik, qürur verici bir his. Oradakı o hissi yaşamak möhtəşəm bir şeydir. Çok sağ olun da deyirik. Çünkü bu zəfərlə siz təkcə öz adınız yox, bizim videomuzun adını da yüksəltmiş oldunuz. İnşallah hem burada hem gələcək həyatınızda, xaricdə olsun, Azərbaycanda olsun, dünyanın hansı bir nöqtəsində olursa olsun, qələbələriniz çox olsun, uğurlarınız çox olsun və təkcə Ədu'dan tanınmaqla belə, necə desəm, qalib adı ilə yox da bütün dünyada Azərbaycanın bu cür gözəl şəxsi bu cür qalibiyyətlə tanınır, adına layiq görək. Hamı bizim haqqımızda sözlər desin. Ben sizin çok şadım. İnşallah daha büyük uğurlara imza atarım. Benim komanda ruhuyla bir yerde iştirak edememiz çok büyük uğurlu. Yani bu bizim kurs adından, öz uşaqlarımızın adından daha büyük nailiyyətdir. Yani inşallah davam gelir. Yaxşı bir kurs oxuyurlar. İnşallah qələbəmiz nail gələr. İlk yarış, ilk qələbə. Hamıya təbrik edirəm. Hamını təbrik edirəm, uşaqlar hamımızı təbrik edirəm. İnşallah həm də yol adından, həm də ki, şəxsi olaraq hər birimizin uğurları hər zaman bol olar. Ümid edirəm ki, bu uğurlarımız davam olar hər zaman. Çok şadım. Komandama xalq xidmətim. Hamını təbrik. Arzularım çoxdur. Onsuz hər dərsin əvvəlindən sonunda da deyirəm sizə. Ən yaxşı yerlərdə görmək təbii ki istəyirəm. Bir valideyn uşaqlarını, həmişə uşaqlarını harda görmək istəyir. Mən də sizi, düzdür, yaşlar böyüklərində var, amma olsun. Yenə də mənim uşaqlarım kimisiniz. Hamınızı ən yüksək yerdə görmək istəyirəm. Ürəkdən içdən arzu edirəm ki, bu cür şirinləri öz valideynlərinizlə, öz şagirdlərinizlə, öz hiddinizdə kəsəsiniz inşallah. Ben size yazdım. Yaxşı ben de gözledim. Bir şey yazdım. Yaxşı ki, Nuray məndən tanıdım. Çox sevinirəm. Bu möhtəşəm tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Xəmsə bilik yarışması milli mənəvi dəyərlərə dayanan bir yarışma kimi qeyd olunur. Sevindirici bir haldır ki, artıq Edu Company'nin bu tədbiri artıq silsilə xarakterlidir. Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan
İnkişaf olur. Daxili planetler arasında artık bu hissəsində üfüqdə parıltı. Bir variant deyil, bəlkə düz olur. Cavab doğrudur. İvana. Ljubljana. Bir bazı dəqiqləşdir. Ljubljana cavabı. Səni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Kimin sözləri? Cavab səhvdir. Abituriyentlərimizin hər tərəfli inkişafına, şəxsi inkişafına da dəstək göstərən bir ailəyik. Yaşayış məncələri. Nəsimi. Nəsimi. Nə yaxşı ki, buradasınız. Hamımıza uğurlar arzu edirik. Əslində, təxmini nəticələr yəqin sizin özünüzə bəllidir. Çünki bizim həmişə bir sözümüz var ki, Allah həqiqətən əziyyət çəkənlərin əziyyətini heç vaxt zayi etməz. Allah hamısının tələbələridir və hamısını da bilirəm ki, nəticəsi necə olacaq, demək olar ki. Sadəcə hər birinə uğurlar arzulayıram və nə qədər əziyyət çəkiblərsə, inşallah ki, şans onlardan yana olsun. Bütün tələbələrimi sevirəm, hamısının yeri məndə ayrıdır. Əvvəlcə onlara həyatda uğurlar arzu edirəm. Arzu edirəm ki, həyatları şanslı olsun. Sabah, ikinci olaraq da sabahki imtahanda hamısına şans arzulayıram. İnanıram ki, hər biriniz magistratını qazanacaqsınız. İnşallah ki, uğurlu olacaq. Buna inanırım. Narahat olmayın imtahanda. Bu sizin də birinci imtahanınızı, nə ikinci, nə sonuncu, ondan sonra çox imtahanlarınız olacaq. Nəinki belə imtahan, həm də həyatda imtahan olacaq. Və arzu edirəm ki, bütün imtahanlardan uğurlu və müvəffəqiyyətlə keçəsiniz. Çox sağ olun.
pulsuz sınav imtahanına gəlmişdi Zəhra. 200 bal topladı. Bizim maddi duruma görə kollecə Zəhranı 9-cu sinifdən kollecə yönləndirmək istəyirdik. Sizə təşəkkür edirəm. Çox sağ olsun Aytəkin xanım. Aytəkin xanıma təşəkkürümü bildirirəm. Bizi kollecdən yönləndirdi Edu kompaniya. Şükürlər olsun ki, Zəhranın sınav imtahanları, blok imtahanları yaxşıdır. İnşallah məqsədi 600 üstü baldır. Allahın köməyi ilə məqsədinə çatar. Sizə təşəkkürümü bildirirəm, rəhbərinizə təşəkkürümü bildirirəm. Bizə çox böyük güzəşt elədiniz bu mövzuda. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm, sağ olun. Belə deyim də, mən hər illiklərimdən o müəllim var ki, keçir, birisi yox. Mən hər il mən biraz tanıyanlar burada var, heç kimlə ünsiyyəti kəsməməyə çalışıram. Yəni münasibəti saxlamıram. Dostluq, müəllimlik, nə bilim nəsə lazım onda həmişə yanınıza var olacaq. Allah ömür verdikdə. Sizi hamınızı sevirəm, öpürəm. Məqsədimiz burada yalnız süfrə arxasına toplaşaraq yemək yemək deyil. Bu həyəcanınızı azaltmağa çalışacağıq bugün. İmtahana görə əgər həyəcan duyursunuzsa, mən sizə həyəcanlanmayın deməyəcəm. Həyəcanlanın, çünki insan dəyər verdiyi şeylər uğrunda həyəcan keçirir adətən. Kim əziyyət çəkibsə, gecəsi gündüzə qatıbsa, sentyabr ayından bu yana qədər əziyyət çəkibsə, narahat olun, əziyyətinizin qarşılığını alacaqsınız. Mənim sizə güvənim sonsuzdur. Hər zaman həyatda şanslı olun, qazanın və bizim üçün çox dəyərlisiniz, bunu bilin. Əgər siz özünüzə güvənməsəniz də bəzikləriniz, mən sizə güvənirəm ki, hər biriniz yaxşı nəticə göstərəcəksiniz. Hansı məqsədi qoymusunuzsa, inşallah o məqsədə çatarsınız. Yaxşı nəticələr göstərib valideynlərinizi, bizi sevindirəsiniz. Hər kəsə uğur arzu edirik. İnşallah hər şey könlümüz olar. İmtahanı keçməyə bacaracağım. Çünki mükəmməllərdən özümə güvənirəm, aileme söz vermişəm. Türkiye'de kampanya değil. Çünki biz sizə güvənirik, siz də özünüzə güvənirsiniz. Əlinizdə olan, olduğunuz yerdə olduğunuz hər bir şeyi kəşf etməyə başlayın. Kəşf etmək hər bir uşağın gələcəyi üçün böyük bir uğur. Həyəcanınızı tamamilə dərk etmiş olacaq.
Bugünün məqsədi övladlarınızın uğur yolunda onlara bir addım daha yaxın olmaq və dəstək olmaq. Psixoloqumuz Vüsalə Gülüşova sizin üçün çıxış edəcək. Burada keçirdiyiniz hər bir saniyə onların mütləq ki, həyatlarında bir təsiri olacaq inşallah. Nə deyirik? Deyirik ki, bu sənin məsuliyyətindir. Bəli, çətin olanda mən yanındayam, ata yanındadır. Düzdür? Sənə çatmasa mən yardım edəcəm sənə. Amma uşağın əvəzinə hər şey etmək olmaz. Övladlarınıza olan hisslərinizi hər zaman ondan bölüşə bilmirsiniz rahatlıqla. Eynisi övladınızda da sizə qarşıdır. Böyük təşəkkür edirəm. Əməyinizi sağ olun. Hər zaman əməyinizi bəhrəsini görəsiniz. Xoş bir ana yığışmaq çox gözəl bir hissdir. Və şükürlər olsun ki, bugünü gördük. Çünki bu yolda əziyyəti keçən həm valideynlə, həm şagirddə, həmçində müəllimlərimizlə təbii ki, əziyyəti var. Onları da dəyərləndirəcəyik. Hər biri barədəsində çox uzun danışmaq olar. Onlara burada bir təşəkkür etmək istədik. Ona görə onlara təşəkkürnamə təqdim edirik. Gələcəkdə hər birinə bolca uğurlar arzu edirəm. Çünki bəzən biz müəllim-şagird aspektindən uzaqlaşmışdıq, uşaqlarla dost olmağı bacarmışdıq. Bəzən valideyn-övlad spektrinə keçməyi də bacarmışdıq onlarla. Allah ki, həyatda getdiyiniz bütün yollar sizə şans qazandırar. Bilirsiniz ki, uğur qazanmaq əlbəttə ki, asan deyil. Bunun üçün çox çalışmaq lazımdır. Biz övladlarımız üçün bir-birimizi tanımışıq. Və mənə çox xoşdur ki, mən övladım məhz bu cür bir ailə ortamında bir ilini boşaldım. Ki sadəcə peşəsi ilə deyil, şagirdlərin qəlbində bir sevgi izi bıraxsın və bu sevgi izində biz sizin hər birinizdə gördük. Gözəl və mərhəmətli şagird yetişdirmək hər valideynin bacaracağı bir şey deyil. Ona görə mən özüm sizə ayaq tutarım. Ayaq tutarım. Çox təşəkkür ederim.